Salam qızlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyi çox şadam. Kanalıma abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Məni çoxdan izləyən xanımlar bilirlər. Mən ev vloglarını çəkməyi xoşlayıram. Fərqli şeylər də çəkməyi sevirəm, amma ən çox ev vlogları çəkirəm və izləyicilərimin böyük kütləsi ev vloglarını xoşlayır. Ona görə də bu günlərim yenə ev vlogu ilə açıram. Daha doğrusu bayaqdan neçə dəfə video açmışam kamera ilə. Elə oldu ki, uca kameranın bataryası qutardı, zaretkaya qoydum. Kartdaşımın neydi? Kartımın nəsə problemi çıxdı, bilmirəm. Taxıram, çəkirəm. Sonra yazır ki, hafıza belləyi nə bilim neynədir. Türkçə qoymuşam da. Yəni kart yaddaşında nəsə problem var. Sonra kompüterə taxıb baxacam, görüm videolar durursa əlavə eləyəcəm. Orada da açılış eləmişəm, salamlaşmışam, yenə qədər iş görmüşəm, video çəkmişəm. Belə kameranın özündən baxanda heç nə göstərmir. Göstərir ki, kartın yaddaşı boşdur. Təzədən davam edirəm çəkməyə, sonra baxıram ki, yenə boşdur. Öz-özünə də sönürdü kamera. Əvvəl ilk başlayanda elə bildim ki, çəkmirəm, yəni çəkib başlatmağı unutmuşam. Sonra baxdım ki, yox, başlatmağı unutmamışam əslində. Nə çəkirəmsə yoxdur. Neyse ki belə. İndi güzgümə baxın nə gündədir. Bu arada kökəlmişəm deyənləriniz ola bilər. Bilirəm kökəlmişəm. İnşallah arıqlayaram. Nə deyim valla. Deyəcək sözüm yoxdur. Buradan ayaq altını balaca olancıq götürüb yuyacağam. Digəri təmizdir. Onu o hissədən sərəcəm. Birini də burada təmizi gətirmişəm. Onu da buradan sərəcəm. Bunu mətbəxə sərmişdim 1-2 günlük. Digərini yuyub çölə sərmişdim. O quruyub gətirmişəm evə. Burada paltarlar var, yığışdırılası. Burada onu sərmişəm. Rampili soslamışdım. Qalan heç rampili soslamamışam. Ağları atacam yuyulmağa. Sonra içində bir dənə qarı da var, amma o ayıracam da təbii ki. Şimdi buraya yığışdırmalıyam. Gətirib yığmışam ki, bir yerdə eləyərik. Birinci uşaqların otağını yığışdırdım. Ops, Nərgiz. Yatmışdı. Durur deyəsən. İstedi yəqin. Üstünü açdı. Görəsin gedim ördü. Ya biraz yoxlasın. Mən qaçım oradan yatsın. Örtümü arada hal-hazırda mən xəst eləmişəm. Görünüşə görə mən də yuxuluzayam. Şükür ki, Allah'ın azalda bir şey yoxdur. İnşallah olmaz. Çünki o evdə olanda maska taxıram. Nə deyirdim? Dünən sırağa günü kimi yaxşıydım. Sadəcə boğazım ağrıyırdı. Dünəndən bərbad. Həm burnum başım tutulub, həm boğazım bərbaddır.
Həm, sümüklərim falan ağrıyır. Dünən xalanın ad günü idi. Getmişdim, bütün gün maskada olmuşam orada da. Özdə maska taxa bilmirəm. Maska taxanda elə bil daha çox xəstələnirəm mən. Nə deyəcəkdim? Hə, Leyla sağ olsun. Bu arada Leyla bilməyənlər üçün deyim. Mənim eltimdir. Muşdanım, poçtanımdır. Bu pultu da gətirib bura qoyuram çaşıb. Hə. Qəşəng-qəşəng oxaladı məni, əlləri dərd görməsin. Yolka bu arada hələ yığışdırılmayıbdı. Buradadır, düzdür, bayaq danışmışdım. Bilmirəm də. Həmən şeydən, kartdan bir şey çıxarda biləcəm, yoxsa yox. Hə. Tombuluş yığmışam, qutuya yerləşmir. Belə də qoyanda yuxarıda çox yer tutacaq. Bunun da içərisinə yolkanın işıqları falan hər şey bura yığmışam. Bir də küçə üçün işıq zakaz eləmişəm. Onu gözləyirəm düzü gəlsin. Ki onu da qoyum, bir də fənik qaldırım, yoldadır. Yəqin ki sabahda falan gəlib çıxar mənə. Axır vaxtlar o qədər gec gəlir ki, bu il üçün istəyirdim küçədə yolka ağaclarının üstünü bəzəmək üçün işıq. Bu il çatdıra bilmədim almağı. Yəni keçən ildən bu ilə keçəndə də. Yox, bu ildən gələn ilə keçəndə Allah qismət eləsin, nəsib eləsin, eləyərik. Əslində mən istəyirdim ki, yay-qış taxaq qalsın ağacların üstündə, amma yoldaşım deyir ki, onda maraqsız olacaq. Yeni ildə yəni o effektdə olmayacaq da. Çünki yeni ildə adam bəziyəndə sevinir axı, amma həmişə olanda oca gözdən düşür. Ona görə onu da çıxardım. Yuyum, aparıb qına da çırparam elə. Nərgizin əlindən. O birisi stulum yoxdur, üzü. Bu arada o stulum yatıb. Üstünə çıxmışdım. Tapıltı ilə ayağım getdi. Qırılmayıb, amma belə əməli başda yapırıqıb da içindəki nə idisə. İndi içinə düşür adam. Heyif olub. Onu gərək arxaya salım belə stulun arxasına. Orada oturulmayan tərəfə. Onu da qoyun bura. Sonra buranı gəlib yığışdıranda çırparam. Yəni buranı başlayayım tez. Çünki hayda. Qızlar, indi tozsoran istifadə elədiyim yerlərdə istəyirəm ki, bir mövzu barədə danışım. Həm sizə darıxdırıcı olmasın baxmaq, həm də sizin də fikirlərinizi bilmək istəyirəm. Məsəl üçün, bürclərdən danışacağam. Məsəl üçün yox, yəni bürclərdən danışacağam. İnanırsınızmı, inanmırsınızmı? Mən bürclərə xarakterika olaraq, yəni insanların xarakterinə görə bürclərə inanıram. Yəni hər kəs öz bürcünə görə bir çox xarakteri demək olar ki, üst-üstə düşür də. Məsəl üçün, şir bürcü necə olur, qadınları necə olur, kişiləri necə olur, əqrəbi necə olur, tutaq ki, tərəzisi, qoçu, osu, busu. Xarakter olaraq mənə elə gəlir ki, insanlar özünü göstərir də ki, hansı bürc altında doğulublarsa. Mən şəxsən tərəzi bürcü altında doğulmuşam. Belə deyim də sizə. Yüksələnim də tərəzidir. Səhər saatlarında doğulduğuma görə elə tərəzi bürcünə düşür yüksələnim də. Tıpatıp tərəziyəm də mən. O yanı bu yanı yoxdur. İndi deyirsiniz ki, özünü tərifləmək üçün danışır. Daha yox. Həqiqətən, məsəl üçün, baxın, bir çox ətrafınızda olan tərəzilərə də baxın. Əksəriyyəti mülayimdir, xoş xasiyyətdir, düşdüyü ortama uyum sağlayır, tez adaptasiya olunur da. Məsəl üçün, sir saxlayan olurlar. Özümdən başqa tanıdığım tərəziləri də nəzərdə tuturam da. Məsəl üçün, əyləncəli olurlar. Bəzən, belə deyim də, hisslərini tez biruzə verirlər də. Yəni, keyfləri yoxdursa, hamı hiss eləyəcək ki, onların keyfi yoxdur, bir keyfdirlər. Dalaşmaqdan çox danışmağa üstünlük verirlər. Mən də eləyəm. Məsəl üçün, heç kim mənə deyə bilməz ki, elə mən dalaşqan xasiyyətlidir də. Heç kimlə dalaşan deyiləm. Çox nadirən səsim yüksələr. Yüksələndə də ki, belə də üzümü görməklə o cür oluram. Hamıya qarşı da deyiləm. Yəni,
O dərəcəyə gərək mən çatam ki, ondan sonra həqiqətən mən ölçüb biçənəm də, hər şeyə tez qərar vermirəm. Nəyisə hərəkət eləyəndə, məsəl üçün fikirləşirəm ardını, arxasını, necə olacaq, nə olacaq, nə ola bilər. Məsəl üçün yol gedirik, nəyəsə əsəbləşmişəm, tutaq ki da o an yoldaşımla dalaşa bilərəm o şeyə görə, amma dalaşmıram da. İçimdə saxlayıram ki, yox, yol gedirik. Məsəl üçün tutaq ki, deyirəm də, yol gedirik. İndi mən nəsə deyəcəm, o əsəbləşəcək, yolda dalaşacağıq, qəza ola bilər. Qəzanın nəticəsi falan ola bilər, falan şeyin nəticəsi falan şey ola bilər. Ona görə mumlayıb otururam. Misal çəkirəm də və yaxud da nəsə bir başqa şeydə. Nəyisə eləməmişdən qabaq 100 dəfə fikirləşirəm. Çox nadirən olar ki, nəyisə fikirləşmədən tez qərar verib, tez hərəkət eləyərəm. O da ani, çox nadirən olur və ani olur da. Elə olanda da hamı təəccüblənir ki, Ləman bunu eləməzdin də, sən məsəl üçün nətər oldu ki, bunu elədin. Yəni o da mənəm. Amma nadirən olur elə şeylər. Adətən çox fikirləşərəm, çox dərindən fikirləşərəm bir addım atmamışdan qabaq. 100 ölçərəm, bir biçərəm. Məsəl üçün özümdə sevmədiyim xasiyyətim və mənə elə gəlir ki, bütün tərəzilər belədir ki, tez belə deyim də, can yandırıram hamıya. Hamını özüm kimi bilirəm. Hamıya can yandırıram. 100 dəfə özümə getdiyim yerdə deyirəm ki, Ləman otur günah, sən məsəl üçün qonaq gəlmirsən və yaxud da hər şeyə burnunu soxma, hər adamın işinə qarışma. Nə mənada iş görmək barədə belə insanların işinə qarışan deyiləm mən. Amma iş görmək barədə də mən bir də görərəm ki, kuxnada kiminsə qablarını yuyuram, qonaq getmişəm halbuki. Və yaxud da nəyinsə oturmuşam, söhbət elə paltar qatlayıram və yaxud da nəsə eləyirəm. Nəsə kömək eləmək elə bir yüklənib mənə də. Hara gedirəm, əlim bir yandan işləyir. Hər dəfə özümə deyirəm ki, eləmə də belə. Eləmə. Amma bir də görürəm ki, yenə həmən döngüdəyəm, həmən yerdəyəm. Bu xasiyyətimi sevmirəm. İnsanlara yaxşılıq eləmək qədərində olmalıdır da. Məndə aşırı dərəcədədir. Özümdən asılı deyil. Yaranmaq duyğusu deyil də. Məsəl üçün adam var ki, kiməsə yaranmaq üçün eləyir. O yaranmaq hissi deyil məndə. Eləmək istəmirəm əslində. Yerimdə durmaq istəyirəm. Nə bilim, son zamanlar ən çox da. Çünki görürəm ki, belə deyim də, nə qədər çox yaxşılıq eləsəm, o qədər çox istəyirlər ki, mən eləyim onu. Çox elədikcə də adiləşir. Elə fikirləşirlər ki, eləyir, onsuz da eləməlidir də, gəlir, eləyir, eləyəcək və s. Ona görə də özümü tormozlamağa çalışıram. Yaşad olduqca görürəm ki, yox, bu o zamanı deyil də. İndi insanlar da keçmişdəki kimi deyil. Hər şeydən istifadə eləyir. Hamı bir-birindən istifadə eləyir. İstəyir yaxşı mənada olsun, istəyir pis mənada olsun. Ona görə bəzən sərhəd qoymağa çalışıram insanlarla aramda. Hətta bunu səbəbdən mənim demək olar ki, ətrafımda çox az insan var. Mənim rəfiqə deyə biləcəyim ətrafımda elə çox insan yoxdur. Hətta yoxdur deyə bilərəm. Çox insana arxadaya olaram, sirrini saxlayaram özümdə, amma heç kimdən sir falan paylaşmıram. Evimin sözünü, söhbətini çalışıram, heç kimə deməyim. Çox nadir bir-iki insan mənim barəmdə ətraflı nəyisə bilə bilər və yaxud da bilməz. Çalışıram ki, heç kimlə heç nəyimi bölüşməyim. Belə baxırsınız YouTube-da mən gördüyünüz qədər, bildiyiniz qədər, tanıdığınız qədər buradan tanıyırsınız da. Amma çox şeylər var ki, mən sevmirəm paylaşmağı, göz önündə göstərməyi və s. Bilmirəm, bu da bir cümlə əlaqəlidir yoxsa yox, amma yaşad olduqca insan bəzi şeylər götür-qoy eləməyə başlayır. Bəlkə də başlamırlar, amma mən özümdən asılı deyil. Yenə də tərəzi bürcü olaraq hər şeyi düşünürəm. Bir dəfə yaxşılıq eləyəndə çalışıram ki, bir dəfə özümü tormozlayım. Bir dəfə nəyisə eləyəndə bir dəfə eləməməyə çalışıram. Belə tənzimləməyə çalışıram hər şeyi. Çünki görürəm ki, hər şeyin həddi hüdudu olmalıdır. Artıq olanda yaxşı olmur.
Sonra özümdə sevmədiyim bir xasiyyətim var. Məsəl üçün, həddindən artıq şən olduğum vaxtda deyib, güldüyüm, əyləndiyim bir ortamda anidən yadıma nəsə düşəndə elə bir kef oluram, elə narahat oluram ki, yəni tamamilə nastroyenim dəyişir də. O xasiyyətimi sevmirəm. Otağın təmizliyini tamamilə bitirdim. Həm toz soranladım, həm pəncərənin önünü sildim, güllərimi suladım, şkaflarımı sildim, güzgülərimi sildim. Hər yeri çiçəkimi elədim, həm polları sildim. Bir də görürsünüz, evi plisoslayıram, amma həftədə 2 dəfə də silirəm axır vaxtlar. Çünki qışdır, o qədər açıq olmur pəncərələr, hətta güzgün qabağını sildim. O qədər heç toz çıxmadı. Düzdür, göydə uçuşan tozlar var. Amma belə qalın, pəmpə kimi tozlardan olmur da, hansı ki yayda olur, o belə aşırı dərəcədə hər siləndə çıxır. Elə olmur. Ona görə də həftədə 2 dəfə elə silirəm, pulları bəs eləyir. Güzgüləri də sildim. Mayka ilə sildim. Ən qəşəng mayka ilə silinir elə. Qəşəng tərtəmiz oldu. Polu da həm toz soranladım, həm sildim. Toz soranı qoymuşam, zayetka yığsın indi. Keçim uşaqların otağına. Koridorda maşının səsindən ümid edirəm eşidərsiniz məni. Koridorda plisosdadım. Orada zayetkası qutardı deyə oranı süpürdüm. Elə ən birinci qonaq otağını təmizləmişdim. Buranı da toz soranlamışam, yığışdırmışam. Burada bir dənə divanın altıdır boşluq. Oranı indi gətirib siləcəm. Hə, yarım qaldı söhbətim. Demişdim ki, bəs narahat oluram da, anidən xoş olan bir ortamda nəsə yadıma düşəndə tez bir kefləyirəm. Amma əksi də olur. Məsəl üçün, heç kefim yoxkən, bir də görürsünüz, əşi, eləman, 3 günlük dünyadır, sən canı, nəyin dərdini çəkirsən, boş ver, vecvə alma deyib, ayaqlanıb, mahnı qoyub, durub oynaya da bilərəm. O da mənə xasiyyətdir, xüsusiyyətdir. Yəni, o da var məndə. Koridorda təmizlədim, bitirdim. Güzgünü də sildim. Qəşəng yerində pilisosladım, sildim. Bu güzgünü də sildim. Bunu da üzdədim. Peçədə çixol çəkirəm ki, tozlanmasın. Ay can. Təmizləməyə. Kravatı çəkəcəm, çünki belə girə bilmirəm altına. Bəs siz hansı bürcdənsiz və yaxud tərəzi bürcləri ətrafınızda varsa necədirlər? Məsəl üçün, mən ətrafımda olan qoç bürclərin hamısı eyni xarakterə sahibdirlər. Yoldaşım olsun, gəlinimiz olsun, qızım olsun. Demək olar ki, əksər tanıdığım qoçlar eyni xarakterdədirlər, eyni cürdürlər, eyni şeyləri xoşlayırlar, reaksiyaları eyni cürdür. Məsəl üçün, tanıdığım oğlaqlar eyni cürdür, əksəriyyəti eyni cürdür. Tanıdığım dolçalar əksəriyyəti eyni cürdür, balıqlar eyni cürdür, şir qadınların əksəriyyəti eyni cürdür, kişiləri bir başqa yöndədirlər, onlar da eyni cürdürlər. Yəni, tanıdığım əksər insanların xarakter olaraq məncə bürclərini tamamlayırlar. Yəni, bürclərinə görə onları demək olar ki, həm filan bürcdəndir də, xarakterinə görə tanımaq olar. Siz necə ətrafınızdakı insanları bürclərinə görə tanıya bilirsiniz ki, məsəl üçün, bu 100% filan bürcdəndir, bu 100% mənim bürcümdəndir və yaxud da deyil. Necə bilirsiniz? Ümumiyyətlə inanırsınız bürclərə xarakter olaraq. Belə günlük proqnoz olaraq demirəm, çünki onu o qədər də mən inanmıram. Amma belə bürclərə çox inanıram xarakter olaraq ki, filan kəsin xarakterinə görə, məsəl üçün, mən tərəziyəm, mən öz bürcümü, öz xarakterimi tamamlayıram. Qızların otağını da bitirdim. Belə daha rahat oldu mənə, çünki əziyyət çəkirdim hər dəfə, altını təmizləyə bilmirdim. Bugün birdən ağlıma gəlib ki, mən kravatları niyə çəkmirəm ki, o yana bu yana. Yaxşıdır ki, laminatın üstü cızılmır, o yana bu yana çəkəndə. Həm də papam ayaqlıq vurub kravatların altına çəkəndə cızıq salmırlar kravatı. O qədər ki, o yana bu yana çəkmişəm, meyvələri cırmışam, o pulları. İndi gözümdə qorxu qalıb ki, birdən çəkərəm cızılarda. Sonra yadıma düşdü ki, yox, papa bunların ayağının altına ayaqlıq vurmuşdu ki, o yana bu yana eləyəndə cızılmasın.
Qəşəng çəkdim o yana bu yana. Altlarını təmizlədim. Tam ürəyimcə oldu. Yoxsa bu otağı həmişə təmizləyəndə ürəyimcə olmurdu. Tam altları, şkafların altını bu dəfə eləmədim. Çünki sırağa günlərim oranı məndə belə şkafların altını təmizləmək üçün olan başlıq var. Temudan aldığım. Ondan qəşəng təmizləyirəm, çəkirəm, hamısını gətirirəm, sonra pilisoslayıram, silirəm. Əvvəl quru-quru çəkirəm, sonra yaş-yaş çəkirəm, həm də tozunu almış oluram. Ona görə bugün ehtiyac görmədim onu eləməyə. Amma buraları eləmirdim. Hər dəfə təsəvvür elə silirəm, amma ürəyimcə olmur da. Toz soranla tam girmək olmur altına. Silənlə, pol silənlə silirdim, yenə də ürəyimcə olmurdu. Ağlıma da gəlmir ki, bunu çək də, ay bala. Çək bunu rahat-rahat təmizlə. Qəşəng stolun üstünü zaten sildim. Buranı da sildim, amma çəkmədim. Buranı da sildim, amma çəkmədim. Çünki stolun üstünə dırmaşmışdım. Kitablarımı yığdım ora, şkafın içindəydi. Orada biraz boşluq yaratdım. Qaldı bir dənə Nazlının çəkməcəsini təmizləmək. Oranı nə qədər təmizləyirəm. Qız tökür-töküşdürür də, bütün karandaşlar falan. Başqa işlərim var, onları qutarım sonra. O xırda işdir, mənim üçün vaxt aparan işdir. Ora başım qarışsa, bu birisi işlərim qalacaq. Otaqların hamısını qutardım. Bir dənə kuxuna indi təzədən toz soranlayacağım. İstər-istəməz getdikcə, gəldikcə bulamışam. Toz soranlayım, tez bir dəfə də silim, çıxım oranı. Sonra mən ədalətli insanam. Heç kim mənə heç nəyə məcbur inandıra bilməz də. Gözümdən görmədiyim heç nəyə görə heç kimi mühakimə eləmərəm. Və yaxud da kimsə gəlib mənə kimlənsə danışanda, eləyəndə mən o şeyləri götürmürəm də. Çox ədalətliyəm o barədə. Sonra zəriflik, gözəllik vurğunuyam. Çox sevirəm gözəl şeyləri görməyə, zərif xanımlara baxmağı. Nərgizə multik qoymuşam, yemək vermişəm. Evimin bütün işi qutarandan sonra təzədən gedib oranı təmizləyəcəm. Çünki nə edirik? Nərgiz yemək yeyir, özü yeyir. Mənim mənfi cəhətim qərarsız olmağımdır. Bir də əhval-ruhiyyəm tez dəyişir, dəyişkən əhval-ruhiyyəliyəm. Bu qədər. İndi sizə görün nə göstərəcəm. Mətbəximə təzə çiçək almışam. Çoxdan da arzulayırdım mikrodalğalı soba. Aşırı dərəcədə istəyirdim də. Təzədən çörək qabı keçdi öz yerinə. Bura mikrodalğanı qoydum. Hər dəfə yemək qızdıranda o qədər arzulayırdım ki, Nərgiz nə olub? Yalandan ağlayır güyədə indi. Hər dəfə arzulayırdım ki, mikrodalğa alım. Yəni aldım. Axşam dünənlərim yoxladım. Çox qəşəng isidir yeməyi. Ayaqqabı sifariş eləmişdim. 2 dənə gəldilər. Biri Elşad üçündür, inşallah ayağına var. Bir də mənim üçündür, inşallah olar. Öz ayağıma gelin bak. Benim ayağıma böyütsə deməli Elşadın ayağına olacaq. Aç bunları. Zibişdi. Sen giyinərsən ya. Al giyin. Götür giyin. Pingvine okşuyorsun. Bunu əslində kaplandan giymək lazımdır. Oy, yıxıldım. Corabla prosta yoxlayayım. Əla.
Nazlı xoşlayır. Gəlsəydi geyinərdi o. Dava düşərdi indi burada. Mən geyinirəm, hə? Sadə, qalın, anlı tuflilər. Boynundan belə müzəmən gedir. Babandan yerində belə qaş var. Altı da biraz platformadır. Atancılar. İnşallah ancı da olur ayağına. Bugünlük vlogum bu kadar olsun. İnşallah gelen videolarda, gelen vloglarda görüşərik. Hələlik. Baka. Yenisiz? Evet. Matele bacını. Matele bacını. Bətdən.